Mən Eldəniz Quliyev, Şuşa şəhər sakini. Hal-hazırda Şuşa şəhərində işləyirəm. Şuşa şəhər Dövlət Qoruq İdarəsinin Mənzil Kommunal Təmir Xidmətinin direktor müavini vəzifəsindəyəm hal-hazırda. 91-ci ildə Şuşadan çıxmışam. Rostov şəhərinə ali təhsil almaqdan ötürü yollandım. Sonra məlum məsələlər oldu. Ermənilər tərəfindən Şuşa şəhəri işğal olundu. Mən orada təhsilimi yarımçıq saxlayıb geri döndüm, Azərbaycana gəldim. Sonra illər keçdi, təhsilimi Azərbaycanda davam elətdirdim. Əsgəri xidmətimi yenidən çəkdim Azərbaycanda. Günlərin bir günü sevindirici xəbəri aldıq. Azərbaycan öz torpaqlarını geri qaytarmaq üçün haqq başına qalxdı. Şuşa şəhəri işğaldan azad olundu. Həmin vaxt biz Bakıdaydıq. Bu sevindirici xəbəri alanda ölkə başçımız, cənab prezidentimiz, cənab Ali Baş Komandan hörmətli İlham Heydəroğlu Əliyev tərəfindən Şuşanın azad olunması xəbəri veriləndə mən də hamı kimi öz sevincimdən heç bilmədim. Düzdür, həmin an yadımda deyil. Necə oldu, harda olduğum yadımdaydı, amma necə qarşıladım, nə etdim, o tam yadımda deyil. Həyəcanlanmışdım. İllər keçdi, Şuşada həyat bərpa oldu, idarələr açıldı, Qoruq İdarəsi yaradıldı, Mənzil Kommunal İdarəsi yaradıldı. Mən də müraciət elədim, sağ olsunlar. Mənim müraciətimi müsbət qarşıladılar və məni dəvət elədilər. Mən də gəldim, ilk kəz gəldim. İndiki qala divarlarının yanında artıq orada Lorur dildə desək, boğuldum da, belə deyək. Gəzdim piyada şəhəri, dağıntıları gördüm, uşaqlıq xatirələri. İndi də çox sevinirəm, çox xoşbəxtəm ki, mən burada işləyirəm, Şuşada yaşayıram, sakinəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, əskərlərimizə can sağlığı versin, şifa versin. Ordumuzu, dövlətimizi qorusun, Ali Baş Komandanımıza güc qüvvət versin. Bu ləkə ümumi Azərbaycan xalqının üzərindən götürüldü, torpaqlarımız azad olundu işğaldan. Hər şeyə görə şəhidlərimizə borcluyuq, dövlətimizə borcluyuq, qazilərimizə borcluyuq. Ailələrinin qarşısında baş əyirik, qanları hesabına bu torpaqlara gəldik, yaşayışımızı burada davam elətdirdik. İnşallah elətdirəcəyik.